Burada şəhid analarımız da bu gecə gəliblər. Mən gələndə gördüm, oyunlarında balalarının mübarək şəkili gəliblər ana məclisinə. Onların da qədəmlərindən öpürəm, onlar məni bağışlasınlar. Ustadım Hacı Şahinlə ruhuna qurban, onların ocağına gedəndə onların evinə bizə deyirdilər, İmam Hüseyndən deyir, İmam Hüseyndən təsəlli tapayaq. Və çoxu qayıdıb deyirdi, mən hiss eləyəcəm, balam şəhid olacaq. Onu hiss eləyirdim bir gecə. Çünki ana belədir. Bir gecə qabaq deyir, mən balamın şəhid olacağını hiss eləyirdim. Xanım Rubab deyilən bu cür, oh, kamandan qutarıb, qıldı məsirində şitab, qorxulu yerlər əsib gün yüzünə saldı niqab. Elə ki əsğərin boğazına dəydi, xeymədə dizgindi Rubab. Uca denən ya Hüseyin, aman 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 aman, rozəm budur. İki imam səbr namazı qıldı, bir İmam Əli, bir İmam Hüseyin. 3 nəfər əhl-i beytdən əmanəti qaytaranda xəcalət çəkib, bir İmam Hüseyin ağa Qasimi gördü atlar ayağı altında. Dedi, Həsən, utanıram səndən. Bu sənin əmanətin idi. Biri xanım Zeynəb idi, ərbəyində gələndə dedi, Hüseyin, qəm leşkəri qardaş qabağında sana gəldi, viranədən yorğun bala qaldı, ana gəldi. Hamını gətirmişəm, amma Rüqəyyəni gətirəmədim. Xanım Zeynəb utandı İmam Hüseyndən. Biri də bu gecə İmam Əli idi. Xəcalətlə baxdı Peyğəmbərin qəbrinə. Ya Rəsulallah, utanıram. Ya Zəhra, ya